Növbəti sualımıza keçək. Sabirabad şəhərindən Qiyas Cabbarov yazır ki, salam, aleyküm salam, zəhmət olmasa bu şeirə izah verin. 7'dir, 4 7'den 1 7'dir. 124 yenə 3 7'dir. Evi 1, bağcası 7, babı 3, əhli beyti ilə özü 17'dir. Bu şeir Şeyx İmadəddin Nəsiminin şeiridir. Allah onu rəhmət eləsin. Hər şeydən əvvəl qeyd edeyim ki, İmadəddin Nəsimi Allahın lədunu elminin sahibidir. Bəşərdə 3 cür elm var. Bunun fəlsəfi terminləri var. Elmi zati, elmi kəsbi, elmi lədunni. Elmi zati o bir dənə elmdir. Allahın elmi. Allahın elmi Allahın zatındadır. Əzəli və əbədidir. Belə deyir ki, Allah olub, amma Allahın elmi sonradan əmələ gəlib. Elə deyir. Allahın elmi Allahın zatındadır. Fəlsəfədə bu cür deyilir. Elmi zatı o bir dənə elmdir. Allahın elmi. Bir elm var, ona elmi kəsbi deyərlər. Elmi kəsbi, yəni bir adam dərs oxuyar, məktəb oxuyar, oxuyar, olar həkim, oxuyar, olar mühəndis, oxuyar, olar müəllim, oxuyar, olar alim, elmi əxz eləyər. Yəni bizim elmimiz, hamımızın elmi kəsbidir. Yəni oxusaq varımızdır, oxumasaq yoxdur. Amma bir elm var ki, o elm nə kəsbidir, nə zatıdır. Ona elmi lədunni deyərlər. Elmi lədunni, yəni Allahın əta elədiyi elm. O elm nə insanın zatındadır ki, insan dünyaya gələn kimi onu bilə. Nə də o elmi əxz eləmək olmaz, oxumaqla ələ gətirmək olmaz. Onu gərək Allah əta eləyə insana. Ona elmi lədunni deyərlər. Məsələn, imamların elmi lədunni elmidir. Nəsiminin elmi öz sahəsində lədunni elmdir. İndi qardaş yazır ki, 7'dir. Nöqtə. 4 7'den 1 7'dir. 124 yenə 3 7'dir. Evi 1, bağcası 7, babı 3, əhli beyti ilə özü 17'dir. 7'dir deyəndə Nəsimi həftənin günlərindən danışır. Yəni həftənin 7 günü var. 4 7'den 1 7'dir. Deyəndə Nəsimi 4 7 nədir? 4 7 Allah 7 cənnət, 7 cəhənnəm, 7 qat göy,